Gözəl bir şirkət içərisindəsiniz. İnanın ki, bir müddət bizim məhsulları istifadə edəndən sonra necə bizim bu xanımların hər birinin üzü gülür, o təbəssüm o sizin simanızda da olacaq. Çünki Foreverçıların bir başqa üz gülüşü, bir başqa duruşları var. İnanıram ki, yəni bu gələcəkdə sizlərdə olacaq. Yəni Gəncəni belə deyim, gözəl bir şəkildə çiçəkləndirəcəyik. Biz buna inanırıq. Xoş gördük yenə də hər birinizi, əziz Gəncəllər. Yəni biz keçən dəfə gəldik, sizlər bizi çox gözəl qarşıladınız və özümüzə söz verdik ki, təkrar olaraq sizlərlə bir də görüşə gələk. Yəqin ki, bizim gəlişimiz sizə xoşdur. Təşəkkür edirik bir daha. Birinci özümüzü təqdim edeyim. Mən ilk növbədə özümü təqdim edeyim. Mən Pərvanə İsmailova. Artıq 10 ilə yaxındır şəbəkə sistemində çalışıram. Amma 2 ilə yaxındır ki, seçimim Forever olub. Yəni Forever'da çalışıram. Çox şükürlər olsun Allah ki, yəni müəyyən bir yollar keçdik. Artıq menecer karyerasındayıq və irəli getmək bizim də arzumuzdur, daha yüksək statuslarda olmaq. Şirkət bildiyiniz kimi Amerika şirkətidir. 170 ölkədə olan qlobal bir şirkətdir. Artıq 17 ildə Azərbaycanda fəaliyyət göstərir. 48 yaşı olan bir şirkətdir. Yəni tanıyanlar yəqin ki, çoxdur aranızda. Nahidə müəllimə sağ olsun, artıq Gəncəyə səs salıb. Təşəkkür edirik ki, yəni o da şirkətimizi layiqli şəkildə Gəncədə təqdim edir. İnanırıq ki, burada daha çox qartallarımız yetişəcək, daha çox insanlara biz ulaşacağıq. Bu gözəl məhsulları, bu gözəl ürünləri daha çox insanların həyatına toxunaraq gözəl bir şəkildə həm məhsulları təqdim edəcəyik, həm özümüzü təqdim edəcəyik. Gözəl bir biznes quracağıq və buna inanırıq və güvənirik. Ona görə də hər zaman sizin yanınızda olmağa hazırıq. Sizə dəstək olmaq üçün əslində gəlmişik. Mən ilk növbədə şirkətin inşallah ki, qızlarımız, menecerlərimiz, aleykümsalam, xoş gəldiniz. Danışacaqlar xanımlarımız, bir-bir hər kəsə söz veriləcək, hər kəs öz həyat hekayəsini, Forever'a necə gəlib və burada nələr qazanmışıq, bunu hər kəs xırda bir şəkildə çalışacaq sizə çatdıraq. İlk növbədə mən təqdim etmək istəyirəm, artıq 15 ildir.